Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi istehlakçıları içməli su ilə təmin etmək üçün mənbəyi rayonun Əlinəzərlik kənd ərazisində yerləşən 5 ədəd subarteziyanı quyu və tutumu 1000 kubmetr olan su qəbul edici ambardan istifadə olunur. 2026-cı ilin əvvəlində Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu məcburi köçkün qəsəbələri Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansına verilib. Həmin qəsəbələr Qaradağlı kənd ərazisində yerləşən 6 ədəd subarteziyan vasitəsilə tutumu müxtəlif həcmli ümumilikdə 2800 kubmetr su anbarlarına toplanaraq qəsəbələri içməli su ilə təmin edir. Şəhərdə formalaşan tullantı suları uzunluğu 89,6 kilometr olan şəbəkə vasitəsilə sutkada gücü 7500 kubmetr olan mexaniki təmizləyici qurğu vasitəsilə zərərsizləşdirilir. Şəhər və məcburi köçkün qəsəbələrində ümumilikdə 6508 abonentə içməli su xidməti göstərilir. Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi içməli su mənbəyi, subarteziyan quyular, qəbul edici ambar, magistral xətt vasitəsilə mərkəzi ambar su ilə təmin olunur. Həmin ambarda su zərərsizləşdirərək 91,5 kilometr şəbəkə vasitəsilə əhalini içməli su ilə təmin edir. Bundan başqa ilin əvvəlindən Xocavənd rayonu məcburi köçkün qəsəbələrinin balansımıza verildikdən sonra su mənbəyi, subarteziyan quyular, müxtəlif ölçülü ümumi tutumu 2800 kub olan ambarlar magistral xətt vasitəsilə 500, 320, 146 ailəlik qəsəbələr içməli su ilə təmin olunur. Layihəyə uyğun olaraq İmamverdilər kəndində mövcud şəbəkənin genişləndirilməsi vasitəsilə uzunluğu müxtəlif ölçülü 11 mm olan xətt çəkilərək 300 evə fərdi qaydada su xətti çəkiləcək və sayğaclar quraşdırılacaq. Artıq işlərin 50%-dən yuxarı hissəsi görülmüşdür və davam etdirilir. Beyləqan rayonunda suvarma mütəşəkkil aparılır. Bunun üçün Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan 1318 kilometr uzunluğunda suvarma kanalları, 1371,3 kilometr uzunluğunda kollektor drenaj şəbəkəsi, 138 ədəd subarteziyan quyusu, 9 ədəd nasos stansiyası istismar olunur. Beyləqan rayon ərazisində 8242 hektar pambıq, 19951 hektar dənli bitki, 20469 hektar yem bitkisi, 413 hektar şəkər çuğunduru, həyətyanı 1464 hektar, üzüm bağları 141 hektar olmaqla ümumilikdə 50680 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunub. Suvarma su mənbəyi Kür çayından Qarabağ kanalı vasitəsilə Araz çayından Xanqızı və Yeni Mil kanalı və subarteziyan quyular vasitəsilə 56370 hektar sahə suvarma su ilə təmin olunur. Hal-hazırda dayandığımız yer daşıyıcı kollektor dren şəbəkəsidir. Bu daşıyıcı dren kollektor şəbəkəsinin lildən və qamışdan təmizlənməsi torpaqların şoranmasının qarşısını alır. Lildən təmizləmə işlərimiz yenə də davam etdiriləcək. Rayonda istismar tədbirlər planına uyğun olaraq ilin əvvəlindən mexanizmlər vasitəsilə suvarma kanallarında 182300 kubmetr, kollektor drenaj şəbəkələrində 134100 kubmetr həcmində lildən təmizləmə işləri icra edilib. İlin əvvəlindən 36 ədəd hidrotexniki qurğu, 24 ədəd subarteziyan quyusu, 6 ədəd mexaniki elektrik avadanlığı təmir edilərək istismara verilib. Bundan əlavə cari ildə idarənin istismar tədbirlər planına əsasən 3 ədəd subarteziyan quyusunda əsaslı təmir bərpa işlərinin aparılması nəzərdə tutulub. Bir sahəni bərabər bölmüşük, eləyirik taxıl, 4 il, 5 il taxıl əkirəm, o biri sahəni eləyirəm yonca. Çünki heyvandarlığımız var. 4-5 ildən sonra dəyişirəm. Yerin dəyişirəm, eləyirəm bu tərəfi yonca, bu tərəfi taxıl, buğda. Məsələn, ötən illərim 7 ton, 300 kilo, 1 hektar yarım yerdən taxılım çıxıbdır. Bir adam deyə bilməz ki, mənim nədəsə çətinliyim var. 3 dəfə mən yoncanı güclə biçə bilirdim. İndi yonca sahəmə baxasınız, mat qalarsınız. Bir biçimi eləmişəm, bütün xaricinin xəsarətini çıxandan sonra 1500 manat mənim gəlirim olubdu, onun birinci çalım otunla. İndi ikinci çalım, qayıdıb hamısını yığacam heyvanımla ötəri.
Qeyd edək ki, istismar tədbirlər planına uyğun olaraq suvarma kanallarında su itkilərinin qarşısını almaq üçün Örənqala qəsəbəsi ərazisində 1500 hektar əkin sahəsinə xidmət edən su mənbəyini Xanqızı kanalından götürən suvarma kanalında 1,2 kilometr, Kəbirli kəndi ərazisində 850 hektar əkin sahəsinə xidmət edən beton kanalında 1,5 kilometr və 2-ci Şahsevənd kəndi ərazisində 800 hektar əkin sahəsinə xidmət edən su Arx kanalının 1,5 kilometrlik hissəsi üzərindəki qurğularla birlikdə əsaslı təmir edilərək beton üzlüyə alınması nəzərdə tutulub.